İçəri şəhərdə El Calor en Baku Beynəlxalq Tango Festivalı və Argentina Mədəniyyət Həftəsinin açılışı olub. İçəri şəhər Dövlət Tarix Memarlıq Qurğu İdarəsi Argentinanın Azərbaycandakı səfirliyi Azərbaycan Rəqs Şurasının dəstəyi ilə təşkil olunan tədbirin ilk günü Argentinanın bayraq gününə həsr edilib. Argentinanın Azərbaycandakı səfiri Mariangelis Belushi festivalın ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına, yaradıcılıq mübadiləsinin genişləndirilməsinə töhfə verdiyini bildirib. Sonra dünya şöhrətli tango maestroları, əfsanəvi solo tango Arguesta Orkestri və La Argentina Ensemble kollektivi çıxış eləyərək tamaşaçılara zəngin musiqi proqramı təqdim ediblər. Festival çərçivəsində tango orkestrlərinin konsertləri, açıq hava milonqaları, beynəlxalq yarışlar, ustad dərsləri, Argentina folkloru ifaçılarının çıxışları, film nümayişləri və müxtəlif mədəni layihələr nəzərdə tutulub. Əsas iştirakçılar yerli tango məktəbləridir. Rusiya, Argentina, Türkiyədən gəlib festivalda iştirak edən qonaqlarımız da var. Məqsəd tango vasitəsilə sevgi, musiqi və rəqsin ahəngini, harmoniyasını tamaşaçılara təqdim etməkdir. Bizim xoreografiya sənətimizə, bizim gələcək nəsilə böyük bir bayram bağışlamaq istəyirik. Rəqs bayramı. Argentinadan gəliblər, İtaliyadan gəliblər, Rusiyadan gəliblər, Gürcüstandan gəliblər. Ölkələr çoxdur.